İmam Əli əleyhissalam buyurur, Cərir onların yanında olduğu halda mənim Şam əhalisinə qarşı müharibəyə hazırlaşmağım qapını onların üzünə bağlamaqdır. Əgər onlar beyət etmək niyyətində olsalar, bu addım onların yaxşılıqdan üz döndərməsinə səbəb olar. Mən Cərir üçün müəyyən bir vaxt qoymuşam ki, əgər aldanmasa və itaətsizlik etməsə, bundan artıq orada qala bilməz. Mənim rəyim onlarla mülayim rəftar etməkdir. Siz də mülayim davranın. Hərçənd döyüşə hazır olmağınızdan da acığım gəlmir. Mən bu işin gizliliyini və aşkarını araşdırmışam və özüm üçün başqa bir yol görmürəm. Ya döyüşməliyəm, ya da küfrü və Peyğəmbərin gətirdiklərini inkar etməliyəm. Osman ümmətə rəhbərlik edirdi və bir neçə bidət yaratdı. Bu da xalq arasında söz-söhbətə səbəb oldu və insanlar ona qarşı rəğbətlərini dəyişdirdilər.